Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billah. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliyine karşı Türkçe eski kitaplar programının 336. bölümün Allah'ın lütfu keremiyle başlıram. Ma remeyte iz remeyt. O zaman ki sen bir şeyi attın, yani irade eyledin atmağa ya attın. O sen deyirsən ki atırsan. Allah'ın iradəsidir ki atır. Ma remeyte iz remeyt və lakinnə Allaha rəma. O zaman ki sen ox attın, sen atmadın, belki Allah attı. Demək bu iradədən söz gəlir. İnşallah ki bizim iradəmiz Allah'ın iradəsi olsun və Allah'ın iradəsi heç olmasa davamında olsun. Gedək görək bu günləri hangi kitab oxuruq? Əski əlyazma kitab. Geçenki cəlsədə bir kitab açdıq. Kitabın üstündə yazmışdı Divan-ı Həzrəti İmaduddin Nəsimi. Amma kitabı vərəqləyəndə gördük ki bu iki divandan ibarətdir. Həm Divan-ı Həzrəti İmaduddin Nəsimi orada var və həm də Divan-ı Cəfəri deyə bir divan orada var. İki bölümdə. Gedək görək ki bu günləri o kitabı mən çox sevdim və Google-da elədim, onun şeylərini tapa bilmədik. Yəni cimnay eləyə bilmədik. Deyək ki, bu filan kitabda bu şeir vardı ya yoxdur. Və şeirləri də düz gətirmədi. Yenə onu açırıq, görək ki, bu günlər nə olacaq. Bir də bunun yanında Divan-ı Ətayini də açaq. Bu iki kitabı açaq, görək bizə nə verəcəkdir. Mən Divan-ı Fuzuliyə bir də qal qeydirəm. Əlbəttə burada bir şey yazıb, onun üçün onu oxumamışıq ehtimalan. Quruş, burada bir quruş sözü var. 2500 quruş. Bəli, bu kitabı 2500 quruşa alıbdır. Bu birinci şey ki burada görürük. Heç diqqət eləməmişdim buna. 2500 quruşa alıbdır. 2500 quruş indilər 25 lira əlbəttə. Bəli, o zamanın bilmirəm o zaman neçəymiş, nəymiş. Həsən Müfti Həsən Əfəndi bədələ pedərdən olunan pulicəmiz. Müfti Həsən Əfəndi bədəli ilə pedərimdən olunan ya olunan olubdur pulicəmiz. Əmədə çoğanı pəstur yeyə nam bazərgandan əxs olunmaq üzərə 1251. 1251-ci ildə əmtədə çoğanı pastur yekiyə nam, adı budur pastur yekiyə nam bazırgandan əxs olunmaq üzərə nə mənə oldu? Rəbiül əvvəli 1251-də bu kitabı arıbdır 2500 quruşa. Kitab kimizdir? Huvə min kütübül fəqir nə mənə yazıbdır burada? Əs-Seyyid Əl-Əziz Əl-Müşrəf Billahi Muləviyyə İzmir. Burada da İzmirdə bir nəfərin malı olubdur, getib ona kitabxana Süleymaniyyə kitabxanasında saxlır. Nədən isə bu Fuzulini açmışam. Deyirəm axı fərqli bir kitab açmışıq. Bu yox, bu fərqlidir, bu o deyil. Biz şeyi açacaqdıq. Bunu bağlayayım. Görürəm bu kitab, mən dünən bunu görməmişəm. Necə ola bilər ki, bu böyüklükdə bir səhv eləyəm. Aha, buradan götürdük, apardıq şeyə. Buradan götürdük, gəldik, burada qoyduq bu kitaba. Ona görə orada tapanmadım, deyirəm axı. Bəli, burada bu oldu. Pəs olar ki, dedim, onları gözdən ıraq tutun. Qeydirik indi yenə Həzrəti Nəsiminin divanına.
Bu divanı əlbəttə öncədən oxumuşduq biraz. Və hətta mən bir iş görmüşdüm. İndi o işi yenidən görüm. Burada Cimnayda getmişdik və Şəcərə-Nami, Dövran Süleyman Qani, Sadə Hicri Rüydadha. Fikir edirəm ki, burada Əhməd Tərazi dövrü, Mirzə bilgi və tarixilər burada olacaq. Mirzə, çünki burada bu şeiri yedik ki, beləsi bir şeir biz dedik. Sonra bunu gəldi, Naqis yazdı. İbtidadır. İbtida gəldi, kəlam ilə intə fizad la məhəqdən səda, nətqə ışıqdan xəqiqət özü söyləyən kendidir sözü. Hər səfərdən xali etmiş kəndüzün, kendi yüzünə tutmuş yüzün, hər nə qılmışdır. Buradan biz bunu dünənləri yazmışdıq, qoymuşduq. Bunu fikirəm buradan qoymuşduq. Mən bunu yenə kitabdan həm burada kopya elədim, həm də indi kitabla bunu tutuşdurum, görün bir ibtidadır. İbtida. İbtidadan hasıl olur intiha. İbtida gəldi, kəlam la yenam, fi و زاد و لام حقdən və səlam. Nütq əşya natiq haqqdır özü, söyləyən kendidir sözü. Hər sifətdən xali etmiş kəndüzün, kendi yüzünə tutmuş yüzün. Hər nə qılmış, nəzər ol bi güman, kendiyə eylədi ol nişan. İndi bunu buradan kopya elədik, aparaq. Məsələn, görün, ChatGPT bundan bir şey tapa bilər. Bunu biz Bismillahirrahmanirrahim aşağıda yazdığım şeir kimdəndir? Mən bu şeirin əvvəlindən bir neçə beytin yazdım. Lütfen siz bu şeirin qalan beytlerini de yazın. Tamam. Acaba bu şiir hangi kitabdandır? Belə bir şey də burada soruşaq. Təzəşdən deyək ki, indi o şeyləri də qoyaq burada. İndi burada bir dənə iştibah var idi, onu da düzəldək. Qılmışsa yox idi, qılmış bu sağ silah. Tamam. Görək ki, bu dünənləri o tapa bilmədi. Görək ki, əcəba bu onu tapa bilir ya yox. Əlbəttə bir işlə görə bilirik. İndi bu yazdığımızı elə buradan kopya eləyək. Kollən qoyaq bura. Kopya eləyək, yenə qoyaq Cimnaya. Görək Cimnay taza bir səhifə açaq əlbəttə. Taza bir səhifə açaq. Görək ki, bunu tapa bilir ya yox. Çinlilərinkini də tapsaq, açsaq yaxşı olar. Tamam, aynı sözü burada da qoyaq. Görək şeyi tapa bilirmi ya yox. 3 yerdə bunu əvvəl verək axtarsınlar. Əlbəttə, dün gördüyüm bir ayrı ayda tanıtdırırlar ki, o daha güclüdür, amma görək ki, nə olacaqdır. Deyir ki,
Bismillahirrahmanirrahim. Bu yazdıqlarınız təsəvvüfi irvani məzmunu olan Osmanlıca, Türkcə, Farsça qarşılıq bir nəzm parçasıdır. Dil, istilahlar və qafiyələrinə baxdıqda bu şeir vəhdət-i vücud fikri ətrafında yazılan məsnəvilərə çox bənzəyir. Lakin açıq deyim ki, bu beytlər məşhur və dəqiq bir kitabdan, məsələn, müşəxəs bir əsər olaraq tam şəkildə təsbit olmur. Yəni, nə Mövlana Cəlaluddin Rumi məsnəvisinə, nə də Yunus Əmrə ilahilərinə, nə də İsmail Haqqi Bərsəvi ya da Niyazi Misri əsərlərinə tam olaraq uyğun gəlmir. Şeirin mahiyyəti, yazdıqlarınızdan görünən ibtida intiha, vücudun başlanğıcı və sonu, həd, kəlam-i layenam, la nəfyi işarati, tevhid məfhumi, nütq əşya-i natiq haqqdır, nütq əşya natiq haqqdır, hər şey haqqın təcəllisidir, kəndü-kəndüyə insanın özünə rücuu, mərifətün nəfs. Bu mafhum açıqca İbn Ərəbi məktəbi vəhdət-i vücud təsirini göstərir. Mühüm nüqtə, sizin istədiyiniz qalan beytləri də yaz. Bunun düzgün şəkildə yazmaq üçün şeirin tam nüsxəsi lazımdır. Amma bu parça məruf, sabit bir mətn olmadığı üçün idaməsi mənabədə yoxdur. Bu şeirə ya nadir bir əlyazmadandır, ya da məhəlli, dərvişanə bir nəzmidir, ya da bir kitabdan parça, amma təhrif olub. Sizə pişnihad, əgər mümkünsə şeirin olduğu əlyazmanın əksini göndərin, ya da kitabın adını, kontekstini yazın. O zaman dəqiq şeiri tapıb, tamam, kitabdan bir əks salmışdıq, əgər səhv eləmirsəm, onu verək, görək ChatGPT nə deyir. Burada bir əksi var idi, əgər indi o əksi tapa bilsək. İndi o əks hangisi idi burada? Acaba bu muydu? Ne oldu? Bir dənə də verin, baxaram görüm bunların hangisidir. Onu təzəşdən heç birisi deyil bunların. Heç birisi deyil. Bu onlar deyil. Yox. Yanlış oldu. Bu o şiir kitabından olan şekil değil. Tamam, onu tamam, bu qatışdırdıq. Kitabdan bir şəkil salaq əvvəl, bunu hazırlayaq. Buna görə ki, oradan olmasın, bunu zehniyyət verməyək. Buradan əks salaq. Tamam, bu qədər görər. Bunu gedək buradan edit eləyək və tamam. İndi bu əksi verə bildik ki,
bu kitabı bizə oxusun. Şeir kitabından aldığım şəkil budur. Bunun xəttinə, tarixinə, yazarına, şairin kimliyinə əcəba bu şeir başqa bir kitabda gəlibmi? Onlara cavab ver. Lütfen. Aydad. Əksi qoymamışam. Copy. Tamam, indi oldu. Tamam, o değil. Bu kitaptan dedik, bunu gönderdik. İndi aynı mətləbi burada koyaq və buradan da bunu istəyək ki, bunu tapsın. O Chinese-lərə də Chinese görək nə yazdı? Əlbəttə bu şeycə yazıbdı. Lütfən cavablarınızı ərəb, türkcə, əlifba ilə yazın. Tamam, bunu da əgər eləyə bilsək, buradan buna da şəkil qoysaq çox yaxşı olar. Bu əslində tamam, görək ki, buradan bir şey bizə verəcək ya yox. İndi biz əslində 3 yerə də bunu göndərdik. Baxaq görək 3 dənədən bizə bir şey çıxır ya yox. Əvvəl ChatGPT-yə baxaq. İndi gördüyünüz bu yeni səhifələr əsl məsələni aydınlaşdırdı. Diqqətlə oxudum və sizə elmi dəqiq nəticə verim. Bu şeirin kitabı, burada bir şey yazıb, bunu bağlayayım. Bu şeirin kitabı, bu səhifələrdə görünən nəzm təsəvvüfi təlimi məsnəvidir. Dil Osmanlı türkçəsi, ərəb farsça tərkibli. Üslub vəhdəti vücud, suluk, təriqət. Çox mühüm. Bu üslub və təbirlər vücudi vahid, salik, istiqraq, nəfs, həq, bu açıqca İbn Ərəbi məktəbinə bağlanır. Xətt paleografi. Bu nüsxənin xətti. Əsas nəsxidir. Nəzm bölümlərində nəstəlik meyilli səhifə düzəni. Yəni, nəzm bölümləri nəsxidir, amma nəzm bölümlərində nəstəlik meyilli yazılıbdır. Səhifənin düzəni 3-4 sütun. Bu şeir kitablarında xas üslubdur. İndi bu təşxis verə bilmədik, 2 səfhədir. Ona görə deyişir 4 sütunludur. Haşiyəli qablı. Nəticə, mürəttəb kitab nüsxəsidir. Adi dəftəri deyil. Tarix təqribi, kağız, çap, xət, səfəsazi. Hicri təqribən yazıb burada hicri, amma latincə yazıb, mən onları oxuya bilmirəm. Osmanlının orta son təsəvvüf dövrəsi. Şair kimdir? Diqqətlə edirəm, bu məşhur şairlərdən heç birinə dəqiq mənsub deyil. Yəni, Mövlana, Yunus Emre, Niyazi, ehtimalı çox, məchul ya məhəlli. Həman sözləri ki, üstə demişdi o da. Bu şeir başqa kitablarda varmı? Təhlil əsasında. Beytlər standart, klasik, məşhur mətin deyil.
qafiyə və vəzn, təlimi, şərh vermə məqsədli. Nəticə, məşhur çap olmuş bir əsər deyil. Çox ehtimal fəqət əlyazımı nüsxələrdə ya məhdud təriqət dairəsində. Sizin əvvəl yazdığınız şeir, sizin əvvəlki beytlər ibtidadır, indi aydın olur. O beytlər bu məsnəvinin baş tərəfidir. Sizin gözləndiyiniz səhifələr isə orta, son bölümlərdəndir. Nəticə nəhai, kitab təsəvvüfi məsnəvi, şair məchul, dərviş, təriqət şairi, tarix 11-12-ci hicri illərdə dir olubdu. Yəni 1000-dən ta 1199-ca. Xətt nəstəliqlə nəsxidir, nəsxlə nəstəliqdir. İbn Ərəbi təsirində yazılıbdır. Çap olunmuş məşhur əsər deyil. Tamam. Bu bir şey vermədi. Yəni heç bir məlumat vermədi ki, biz ona dayanaraq bir şey deyək. Görək bu nə deyir? Cimnay. O, ChatGPT-nin dediği o kitab haqqında budur. Çox dəyərli bir sənəd paylaşıbsınız. Bu şəkil hurufi əbiyyatinin ən önəmli və köklü mətinlərindən birini göstərir. Söz getdiyi beytlər və əlyazmanın özəllikləri üzərində dəqiq bir araşdırma aparaq. Şairin kimliyi və əsər. O sənəddəki öncəki mesajımda qeyd etdiyim kimi bu şeir Fəzlullahi Nəimi Təbrizi ya müləqqəb bi Cənzi Nəhan aiddir. Bu mətn onun məşhur Cavidannamə və ya Cavidan-ı Kəbir əsərindən bir parçadır. Calibdir. Bu dedi ki, Fəzlullahi Nəimi Təbrizinin kitabından bir parçadır. Cavidannaməsindən. Şəkildəki mətnlərin içindəki istilahlar, məsələn, Cənzi Nəhan, Nuri Mutlaq, Se və Dü, Hacı Beylər, kamilən hurufiyyə təriqinin terminolojisi ilə üst-üstə düşür. Əlyazma və xət şəkli. Xət növü. Bu əlyazma nəsx xətti ilə yazılıb. Ancaq burada katibin özünə məxsus bir şivəsi var ki, Osmanlı və ya Azərbaycan hurufi əlyazmalarına çox oxşayır. Kəlimələrin aydın və oxunaqlı olması bu nüsxənin təlim və təbliğ amacı ilə yazıldığını göstərir. Tarixi. Şəkildəki kağızın düzümü, cədvəl bəndisi və xəttin stilinə əsasən bu nüsxə böyük ehtimalla 10-cu ya 11-ci hicri əsrinə aiddir. Yəni 900-dən ta 1100-əcən. 900 ilə 1100-ün. O dedi ki, 1000 ilə 1200-ün arasındadır. Bu da deyir ki, 900 ilə 100 il fərqləri var. Heç olmasa burada. Hurufiyyə mətnləri Fəzlullahın şəhadətindən sonra Səfəvi və Osmanlı coğrafiyasında gizli və yarım gizli şəkildə bu formalarda köçürülürdü. Şeirin başqa qaynaqlarda gəlməsi. Bu şeir və Cavidannamənin məzmunları hurufiyyənin ilk qaynaqlarından sayıldığı üçün başqa kitablarda da gəlib. İmaddin Nəsimi divanı. Nəsimi Fəzlullahın ən böyük muridi olduğu üçün öz şeirlərində bu temaları və hətta eyni misrələri tez-tez təzmin etmişdir. Ərşnamə. Fəzlullahın özünün başqa bir əsəri olan Ərşnamədə bu məzmuna oxşar mənzum bölümlər var. Hurufi risalələri. Bu beytlər bir növ bəyan həqiqət kimi Ələl-Əla, ya Əliyyül-Əla və başqa hurufi böyüklərinin risalələrində gətirilib. Şəkildəki mətin bir neçə beytin oxunuşu. Baxdığınız səhifənin sağ tərəfindəki son beytlərə diqqət yetirsəniz, hurufiyyənin təməl inancını göstərir. Sənəddə səndədir hər şey, muradi səndədir. İstəbul, səni səndən öylədir. Burada
insanın özünü tanıması mərifətün nəfs, həqqin tanınmasına bərabər tutulur. Həmçinin səhifənin sol tərəfində si və do ya si və do hərf kimi hurufi rəmzlərinə işarə olunub ki, bu da hurufiyyənin əlifba fəlsəfəsini göstərir. Sağ səhifənin altında yazılan 90 ədədi nüsxənin səhifə nömrəsini ola bilər. Mən heç bunu görməmişəm. Haradaydı bu? Kitabımızı tapsaq. Bunu 90 oxuyubdur. Bunu 90 oxuyub, 90 deyib bu. İstəyirsiniz bu şəkildəki kəlmələrdən bir ya bir neçəsi haqqında, məsələn, siydu falan, tamam. Bu bir şey yazmış. Görək, Çinlilər nə yazıblar? Çinlilərin bu dedi ki, Məhəmməd Hadidən deyil. Bu o birinci şeydir. Oradan geçək. Gene Məhəmməd Hadi 1254-də doğulub Təbrizdə, 1328 Hicri Şəmsidə ölübdür. Yəni Allahın rəhmətinə gedibdir. Allah rəhmət eyləsin. Bu o deyil. Zahirən bu kitabın şəklini harda görübdür? Amma bəli, burada göndərdim. Amma dedi ki, İbtidanaməsinin nəstəli xətti ilə yazılmış Məhəmməd Hadi bu göndərdiyiniz göndəriniz nə mənə? Şah əsərində Məhəmməd Hadinin şənin hər halda belə bir şey yazılıbdır. Bu da şey yazıldığı üçün bunu götürək. Çinlili götürək. Gedək elə bu cimnay feylən bizə ən yaxçısıdır. Gedək kitabımıza davam edək. Bu kitabın dünənləri oradan buradan biraz oxuduq. Mən bunun ləzzətindən doymadım. Gedirəm, indi dünənlər hər 30 səhifəsindən bir şey oxumuşduq. Bu günləri hər 40 səhifəsindən bir bölümlər oxumağa çalışaq. Görək ki, nə çıxır. Buradan oxuyaq. Bu Seyro Tənim ya Seyro Tənim. Mən tənim oxuyuram, amma tənim orada nun deyil. Mən bunu görürəm ki, bu nun deyil, bir ayrı bir şeydir. Sirutim qüssə bu qəm dərd ilə qandır. Sirurəti, yox, o da deyil. Sirurətim istəyirəm oxuyum, amma o da deyil. Qüssə bu qəm dərd ilə qandır. Gəl todağın səkir bənə canimi qandır. Gəl todağın ehtimalən şəkər olacaqdır. Səkər bənə canimi qandır. Vəslindən iraq ilili canimi təqdir. Əbşəm dün o gün əhliyə fəryad و fəqandır. Ey sərvərvan başıma lütf ilə qədəm bəs. Ey sərvi rəvan başıma lütf ilə qədəm bəs. Gör kim necə qəmdən iki çeşmi rəvandır. Gör kim necə qəmdən iki çeşmeyi rəvandır. Vəslün diləyim canu cahan olmasa qəm yox. Vəslün diləyim canu cahan olmasa qəm yox. Aşıqlər ki vəsli ruhun canu cahandır. Ehtimalən aşiqlərinə vəsli ruhun kafı mən nun oxusam daha gözəl gəlir. Aşiqlərinə vəsli ruhun canu cahandır. Zülfünlə ruhun
Müshəfinə gör necə baxdım, gördüm ki iki surələri nur و dixandır. Bürgə götür ey şəms و qəmər yüzlü و xəlqi. Bürgə götür ey şəms و qəmər yüzlü و xəlqi. Pərvanə kimi şəm ürxün nurinə yandır. Ey xirləcin yol örnecini zahid zərraq. Ey xirqəligin yol örbecini veya beci ürbeci. Ey xirqəligin yol ürbeci zahid zərraq. Şirkdən şərründən yox çedir bu da. Şirkətdən ərin hərqə ki kül vəhdətə bandır. Təhqiqə irən taifəyə hərgiz ulaşmaz. Təhqiqə irən taifəyə hərgiz ulaşmaz. Təşkilinə təşkik ilə hər kim işi təqlid و gümandır. Ey aşiqə kafir deyən imanə gəl utan. Ey aşiqə kafir deyən imanə gəl utan. Kafir demə aşiqlərə nə üçün ki yalandır. Yalancı münafiqdir, anın yoxdur imani. Ey qafil oyan, göklünü qəflətdən oyandır. Eşqində Nəsimi öləli, olalı haman. Eşqində Nəsimi öləli xalqə məlamət. Mənşur cihan oldu ya aləmdə əyandır. Gedək indi 80-ci səhifədən bir şeir oxuyaq. Edib əzm-i səfər cana əsir qürbət oldum ben. Edib əzm-i səfər cana əsiri qürbət oldum ben. Cüda düşdüm vətəndən mübtəlayı fürqət oldum ben. Calibdir, burada dəqiqən bu günləri bizləri deyir. Edib əzm-i səfər cana əsiri qürbət oldum ben. Cüda düşdüm vətəndən mübtəlayı fürqət oldum ben. Qənaət inzi ikən nəzəri didari ki ol. Qənaət etməz ikən nəzəri didari ki ol. Ya didarinə ol. Dəcül məktubə şimdi bir səlamə həsrət oldum ben. Qənaət etməz ikən nəzəri didarinə ol. Dəcül məktubə şimdi bir səlamə həsrət oldum ben. Deyir, hətta mən o zaman ki qənaət edirdim sənin üzvə baxmaqdan, indi ki uzağa düşmüşəm, bir yazı ki heç, bir namə məktub ki heç, bir salama həsrət qalmışam. Dəxi xali ikən bənd oldum, ol zülfü pərişanə sana. Ey bi vəfa sərmayi cəmiyyət oldum ben. Gülüstan visalün eyləmişlər güllərə çidə. Gülüstan visalün eyləmişlər güllərə çidə. Nişan pusə gördüm dağ dağ həsrət oldum ben. Sən inkar eylədin həm bizim əğyar olduğun amma. Sən inkar eylədin həm bizim bəzmi əğyar olduğun. Sən inkar eylədin həm bəzmi əğyar olduğun amma. Alışdım macərayı vaqifi keyfiyyət oldum mən. Alışdım macərayı vaqifi keyfiyyət oldum ben. Muradım üzrə buna əsbab dur etmədi bir kəs. Muradım üzrə
Bu nə əsbabdır, etmədi bir kəz gələndən gərçi dəhrə, pasiban növbət oldum mən. Olub asudə hər əşra, olub asudə hər əşrab nigahə, bəzmi kisrətdə, olub asudə hər əşrab nigahə, bəzmi kisrətdə, nəsimi sakir darul əman و üzlət oldum mən. Gedək burada 100 axir səhifədə bu təkbeytlər vardı. Yəni təkbeyt deməyək, qətələr yazıbdır. Bu qətələrdən biraz da oxuyaq və bir dənə burada şeir, bu şeir uzundur, görək bunu oxuyaq. Əgər çox uzun olmasa. Tamam, burada bir şeiri var, bunu oxuyaq. Bu çox uzundur. Yəni 4 səhifədir təqribən. Bunu oxuyayım çünki axirində mən bəlkə də bu ayrı bir şeirdir. Nəsimisi çoxdur. İstəyirəm ona görə bunu oxuyayım. Dəryay muhit cuşə gəldi. Kön ilə məkan xuruşə gəldi. Sirr əzəl oldu aşikara. Arif necə eyləsin müdara. Bir zərrədə günəş oldu zahir. Toprağa sucud qıldı tahir. Nəqqaş bulundi nəqş içində. Lə'l oldu əyan bədəxş içində. Ey acı su şərab kevser oldu. Acı su şərab kevser oldu. Hər zərrə nəbat şəkkər oldu. Hər zərrə nəbat şəkkər oldu. Təryaq məzacı tutdu ağu. Ağı acı ehtimal olacaqdır. Lö'lü müdəvvər oldu taru. İndi bu ağı ilə tarunu yazaq görək ki, ağı tağı ya tarudur. O yadımda deyil. Taru. Bunları desin görək nə deyir. Ağı həm zəhr adına deyirəm bə gəlir, həm də heyvan doğanda onun birinci sütünə ki çox qəliz olur, ona da deyilir bəlkə. Bu kəlmələr sizin paylaşdığınız o əlyazma mətnində və ümumi olaraq hurufiyyə ədəbiyyatında çox önəmli və rəmzi mənalara malikdirlər. Bu istilahlar adətən hurufatın, əlifbanın seyrlarını, sırlarını və insan üzünün, surətinin ilahi kəlmələrlə əlaqəsini izah etdiyi üçün işlənir. Bu iki kəlmənin hurufi mətnlərindəki rəmzi mənaları bunlardır. Ağı, bu kəlmə əski türkcədə zəhər mənasına gəlsə də, hurufi mühitində və bu təriqi istilahi dilində daha çox ağız, dahan kəlməsi ilə səs oxşarlığı və rəmzi bağlılığı təşkil edir. Nütqün mənbəyi, hurufiyyədə ağız, ilahi kəlamın və nütqün çıxdığı yerdir. Ənasır dövrəsi, bəzən bu kəlmə hurufatın bir-birinə qarışması və kəlmənin yaranma prosesini göstərir. Fəzlullah Nəiminin mənzumələrində nütqün insan surətində necə təcəlli etdiyini izah edərkən bu kəlmədən istifadə olunur. Mən fikir edirəm ki, bu Fəzlullahın da kitabını oxumalıyıq. Çünki zahirən bu çox düşüncəsi, mən bu düşüncəni çox sevdim. Yəni, deyir ki, Fəzlullah Nəiminin mənzumələrində nütqün insan surətində necə təcəlli etdiyini izah edərkən bu kəlmədən istifadə edilir. Burası mənə mühümdür. Nütqün insan surətində təcəlli etməsi. Yəni, nütq insan surətində görünür. Yəni, insan deyil, insan nütqüdür. Nütq olmasa insan yoxdur. Yəni, insan nütqün mücəssəməsidir.
Elə bir nəfər ölüb onun mücəssəməsini düzəldirlər. O yoxdur. O görünmür əslində, amma onun mücəssəməsi odur. Bizdə nütqün mücəssəməsi yox. Burada dil məsələsi gəlir ortaya, çox önəm daşır. Taru nə deməkdir? Bu kəlmə böyük ehtimalla taru ya da tar, tarik saç kəlməsindən mənşə alır və insanın özündəki saçlar və qaşların rəmzi edir. Tamam, burada daha devam etmeyeyim bunu. Bu kadar mənə yetər. Cümlə ne dedi burada? Teryak mezacı tuttu ağu, lö'lö müdevver oldu taru. Burada lö'lö müdevver yumru lö'lö oldu taru düz oldu. Məncə burada düz anlamına gəlir. Ağudakı ac anlamına gəlir. Cümlə yerü kök, cümlə yerü gök haqq oldu mütləq. Cümlə yerü gök haqq oldu mütləq. Söylər çəngi vəli ənəl haqq. Söylər dəfu çəng vəli ənəl haqq. Söylər dəfu çəng. Dəf qavaldır, çəngi də bir növ saz kimi bir musiqidir, sazdır bir növ. Alətidir, musiqi alətidir. Onlar nə deyirlər? Ənəl-həq deyirlər. Məşuqə ilə aşiq oldu bir zat, məhv oldu vücud, nəfy و isbat. Hər qətrə mühit əzəm oldu, hər zərrə Məsih Məryəm oldu. Taş Vəltün oldu, nə mənə? Bunu nə oxuyaq? Taş o kətək oldu, taş o kətən oldu, dör nəsrin, dör nəsrin. Taş o kətən ya kət, taş o kət oldu, nə deməkdir kətün ya kətk? Oldu dörd nəsrin. Bunu yazdım görüm nə deyir. Mən bunu nə oxuya bildim, nə də mənisini anlaya bildim. Onun üçün bunu yazdım. Taşu ketük taşu kötük. Kötük de olabilir elbette. Yani kötük ağacı kəsirlər dibində bir şey yoğun yerine kötük deyirik. Oldu. Dövri dör nəsrin Fərhad ilə həşr oldu şirin. Fərhad ilə həşr oldu şirin. Burasını bilirik ama bu beytdə sizin əlyazma səhifəsində gələn ən maraqlı və rəmzi bölümlərdən biridir. Burada klasik sevgi dastanı olan Xosrov şiirindən istifadə edərək hurufiyyə təriqətinin dərin fəlsəfəsi izah olunur. Beytin dəqiq oxunuşu və mənası budur. Beytin mətni izahı. Taşu kötək oldu dür nəsrin, Fərhad ilə həşr oldu şirin. Taş kötək nə deməkdir? Bu ad burada taş, daş kəlməsi Fərhadın bisutunda qəni, bisutun dağını çapmasına işarədir. Kötək isə əski türkcədə və klasik mətnlərdə bəzən kötük və ya səlb, sülüb yəni bir şey mənasına işlənir. Sülüb o insanların nəsildən nəslə beldən belə getməsinə deyilir. Burada dağın parçaları və ya möhkəm bədəni
nəzərdə tutulur. Bu dürdür nəsrin nə deməkdir? Dürdü nəsrin. Burada nəsrin gül mənasında deyil, kainatın rəmzləri və insan surətindəki xətlərə işarədir. Hurufiyyədə ədədlər xüsusən 4, 7, 28, 32 hökmüdar nöqtələridir. 4 dedikdə həqqin 4 əsas ünsürə və ya insan üzərindəki 4 ana xəttə qaş, müjgan və təcəllisi nəzərdə tutulur. Tamam, 4 olacaqdır. Taşı kötük oldu, dördür nəsrin. Dördər. Tamam, dördər. Yəni hər 4 dənə, hərəsindən 4 dənə. Taşı kötük oldu, dördər. Taşı kötük oldu, dördər nəsrin. Fərhad ilə həşr oldu şirin. Məscud ilə sacid oldu vahid. Allah Ekber. Məscud ilə sacid oldu vahid. Məscud həqiqi oldu sacid. Məscud, biz indi fərz edin ki, namaz qılırıq. Allah qəbul eləsə, namaz qılanların namazı qəbul olsun. Bu bir şeyə səzd edir. O səzd eləyən kimdir? Biz onu Allah nəzərdə tuturuq. Deyir ki, məscud, o adamın ki qarşısında, o şeyin ki qarşısında səcdə elirsən, o məscud odur. O adam da ki səcdə eləyib, o ikisi bir oldu. Məscud ilə sacid oldu vahid. Məscud həqiqi oldu sacid. Məscud həqiqi, o həqiqətdə ki biz onun qarşısında başımızı yerə qoymuşuq, o elə özü səcdə eləyəndir. Yəni ikisi bir şey oldu. Biz ayrı olmadıq. Çox dərin. İman ilə küfr bir şey oldu. İman ilə küfr bir şey oldu. Tatlu ilə acı bir şey oldu. Tatlı şirin. Şirkəti aradan götürdü rəhmət. Şirkəti şərikliği. Şirkəti aradan götürdü rəhmət. Vəhdətdən açıldı bab-ı rəhmət. Can ilə tən bir oldu həqiqət. Can ilə tən bir oldu həqiqət. Birə kəti şəriətu təriqət. Bıraktı şəriətu təriqət. Yəni şəriəti təriqət ötürün geçsin. Hamısı bir şeydir. Əşya oldu. Hara gəldik? Əşya oldu. İkilikdən xali. İkilikdən. Əşya oldu. İkilikdən xali. Baqi əhəd oldu. La yezali. Baqi əhəd oldu. La yezali. Ey talib əgər dəcüliysən əma. Əma yəni kör. Gör vəədə-i gəl mən aleyha. Küllü mən aleyha. Gör vəədə-i küllü min aleyha. Mən fikirəm küllü min aleyha. Mən aleyha deyil. Yəni hər şey ona tərəf getməlidir. Min aleyha ya ondandır. Bir də buranı. Ey talib əgər dəcül isən əma. Gör vəədə-i küllün min aleyha. Rəf oldu hicab ma səvəllah. Əl-qudrətü vəl-bəqa'u lillah. Qeyr oldu hali ki vəc qaldı. Qeyr oldu hali kün vəçəhu qaldı. Məhv oldu şu kim bu hicrət haldı. Qeyr oldu hali kün vəçəhu. Qur'anda bir ayənin bir şeylidir. Hali kün vəçə qaldı. Qeyr oldu hali kün vəchə qaldı. Beləsi oxusaq düz oxuyur. Qeyr oldu hali kün vəchü qaldı. Məhv oldu şu kim bu hicrə taldı. Bu hicr ayrılıq. Hicrə taldı, talmaq, dalmaq, şicrə vurmaq, içinə girmək. Əgərçə isə bəsirətün. Nə mənədir bu? Oxuya bilmirəm.
Əgərçə isə bəsirətün mabaq ehtimalən görsəndə həqqi getmə İraq. Ehtimalən bu bağ olacaq. Heç o mim oxunmayacaq. O ehtimal verirəm ki, bir nöqtə kimidir. Əgərçə isə bəsirətün baq görsən də həqqi getmə İraq. Hər kimsə ki tanıdı bu cani bir türrəyə saymədi cəhani. Bir tərəyə saymədi cəhani. Mən tərə oxuyuram, dəstəli teynəndir. Hər kimsə ki tanıdı bu cani bir tərəyə saymadı cəhani. Nəfsin tanıdı bildi Rəbbi. Nəfsin tanıdı bildi Rəbbi. Tevhid yolunda əkdi Həbbini yazıbdı. Nəfsin tanıdı bildi Rəbbi. Tevhid yolunda əkdi Həbbini, məni sev. Bir həbbi mənasındadır. Həbb yəni dana. Məsələn, əkruq dananı yerdə ki, inşallah göyərsin, çıxsın. Bir də Həbbini, məni sev. Bu da var. İndi əcəba budur, ya da ki, tevhid həbbini. Burada beləsi deyir. Nəfsin tanıdı bildi Rəbbi. Tevhid yolunda əkdi Həbbini. Yəni, tevhidin həbbini əkdi. İhtimalən beləsi də oxumaq olar. Çün müminə mümin oldu mir'atinə bax və anda gör məvat mevtular. Çün müminə mümin oldu mir'atinə bax və anda gör məvat. Hər kimsə ki əsərdir bu meydən ya içərdi ehtimal olur, əsərdi oxuram əmni. Yəni əsərdə oxunur. Hər kimsə ki əsərdir bu meydən hayyu lədədi zat haydən. Bir də bunu yazaq görək nə? Hər kimsə ki ısırdı bu meydən. Isırmaq, dişləmək. Məsələn, almanı ısırırıq, bir diş götürürük. Ona ısırmaq deyir. Hər kim ki ısırdı bu meydən hayyu əbəda və hayyu oldu zat haydən. Hayyu oldu zat haydən. Ehtimalə hayy dair oldu zat haydən. Tamam. Hər kimsə ki ısırdı bu meydən hayy dair oldu zat haydən. Bil gətür rəngini nə çeşmu cansın. Bil gətür ki nə cismu cansın. Bu nə mənə oxula bilər? Bil gətür yeki nə demək olar? Nə cismu cansın. Mən bunu beləsi yazım, görüm ki, nə çıxır burada. Bil gətür ya gətürüz. Hara getdi bu? Bil kətürüz. Əcəba beləsi idi. Kötürüz. Cismu cansın. Məqsudi vücudi kün fəkansın. Məqsudi vücudi
yekunu fekanesin. Görək ki, gətir yüzüqi deyil. Bu beyt sizin paylaştığınız o əl yazma səhifəsində görünən ən möhtəşəm və irfani nöqtələrdən biridir. Burada şair birbaşa müxatəbə, oxucuya və ya salikə səslənərək insanın kainatdakı mərkəzi mövqeyiyyətini izah edir. Beytin dəqiq mətni və mənası. Bil, götür özünü, nə cism cansan. Bu özünü dedi. Bil, götür özünü, nə cism cansan, ya götür özünü, nə cism cansan, məqsudi vücudi kün fəkansan. Ey həqdən iraq olan əzayil. Çətinləşir, yəni bu dildir, şeydir, irfan dilidir və mən də türkü oxumadığım üçün bunları bilmirəm. Bil, götür, yəni pərdəni götür və özünü tanı. Buradakı götürmək həqaiqin özündəki hicabları, pərdələri könül gözün ilə uzaqlaşdırmaq mənasındadır. Nə cism cansın, məqsud vücud ikən fəkansın. Bunları bilirdik, biraz azdan çoxdan bunların biraz mənasını bilirdik. Ey həqdən iraq olan əzazil. Əzazil nə olar? Əzizlər. Bəli. Ey həqdən iraq olan əzazil. Bu irfanda, bu məktəbdə insan insanı öldürə bilərmi? İnsan insanı şikəncə eləyə bilərmi? Bombaran eləyə bilərmi? Həqqin əlindən ala bilərmi? Yəni hər kəs nə iradə edirsə, Allahın iradəsi fərz olunsa və hər kəs Allah kimi ondan rəftar eləsək, yəni bu haqqı versək ki, bu adam haqqı, Allahlıq haqqı var və Allah möhtərəmdir, biz də bu adamı möhtərəm tanımalıyıq. Dünya əcib bir şey olar. Necə bu düşüncə niyə yayılmayıb? Bil, gətirüzgi nə cism cansın, məqsud vücuni kün fəkansın. Ey həqdən iraq olan əzazil. Görün bu əzazili nə yazır? Əzazil. Ey həqdən iraq olan əzazil. Gerd bu deyil, sən adəmi bil. Gerdiv degül sən adəmi bil. Tamam, burada da gəldi. Qur'ani əzazil Adəmə səcdə etmədi. Səcdə etməsinin hurufiyyədə əzazil hekayəsi belədir. Burada bir şey yazıbdır bəs. Hurufiyyə ədəbiyyatında və özəlliklə sizin oxuduğunuz bu mətnlərdə əzazil şeytanın mələk olduğu vaxtdakı adıdır. Tamam. Ey həqdən iraq olan əzazil. Şeytanın Allaha üsyan eləməmişdən adı əzazilmiş. Elə ki üsyan elədi, şeytan dedilər buna. Şəthi sözündən gəlir pəs, yəni şıltaq atıbdır. Gərdivdə gülsən Adəmi bil. Adəmdə təcəlli qıldı Allah. Adəmdə təcəlli qıldı Allah. Qıl Adəmə səcdə olma gümrah. Şeytan-ı ləinə uyma zinhar. Onun sözünə inanma ey yar. Həqdən sana la də gəldi. Həqdən sana la tətəhu. İtaət sözündən la tətəhu gəldi. Həm vasitdə və əqtərəb bildi. Həm nədə oldu bu, nə nədir? Həqdən sənə la, bunu yazıq ki nə? Çətindir, oxumadığımız üçün təəssüflə zora düşürük da, yəni şeiri oxumamışıq türk dilində. 60 ilimiz hədərə gedibdir ömrüdən.
və indi bura yetişəndə tamam adam bilmir ki, neynəsin. Dedi nə mənə? Haqdan sana sana kafla yazıbdı. Haqdan sana la tuta'hu. Mən la yeta'hu yazdım. Hu gəldi. Ham vas secde hem vasın ihtimalen secde bu iktarab değildi. Ehtimalen beləsi olacaq. Bu nə deməkdir? Çox gözəl mənası var. Heyf düşünmürəm. Heyf. Çox savadsızlıq. Yəni mən çox savadsızam. Bu beyt sizin əlyazma səhifəsində görünən ən yüksək və irfani nöqtələrdən biridir. Burada şair Quran-ı Kərimin Ələq surəsinin son ayəsinə 19-cu ayəyə işarə edərək hurufiyyə təriqinin insan surətinə səcdə fəlsəfəsini izah edir. Beytin dəqiq oxunuşu və təhlili belədir. Həqdən sana la tuta'hu gəldi və həm vəscedu və iqtarab deyildi. Vəscedu iqtarab deyildi. Tamam. Haqdan sənə la tuta'hu gəldi. Həm vəscedu iqtarab deyildi. Haşrın günü gəldi uyqudan dur. Haşrın günü gəldi uyqudan dur. Abna nəməzsən, inanməsən gözünü aç gör. İnanməzsən gözünü aç gör. Çalındı qiyamətün nəfiri, ey sağəri eşitmədin səfiri. Ey sağır, sağır deyil, ey sağır kar yəni. Ey sağır eşitmədin səfiri. Uyqudan oyan ki məhşər oldu, gör necə zamanə pürşən oldu. Uyqudan oyan ki məhşər oldu, gör necə zamanə pürşən oldu. Sor onu eşitmədi qulağın. Sor onu eşitmədi ya sur İsrafil. Sur onu ya sur onu eşitmədi qulağın. Tanıdı bu köprüdən ayağın. Tanımaq nə deyil? Tanıdı. Tanıdı çaşdı mənasına da, amma istəyirəm görüm ki, bu nə mənaya gəlir? Bu kəlmə tanıdı sadəcə bir bilmək deyil, bəlkə yəqin və kəşf mənasınadır. Tanıdı bu körpüdən ayağın, məncə burada züyüldəmək, aşmaq, tanıdı. Əlbəttə tanımaq mənasına burada işlədir. Özünü tanımaq mənasına, tanımaq mərifət mənasına işlədir bu kitabda, amma mənə burada o mənanı vermir. Çün məhrəm qıl, kifidə gülsün. Çün məhrəm qıl, ya qal, kəfidə gülsün, bicanəsin, aşina dəcilsin. Birdən çıqa gəldi, dabətül ərz.
birdən çığa gəldi dabbətül ərz. Çığa ehtimalən hər şeyi çıqatdı. Üç sirrini eylədim sənə ərz. Üç dana sirri. Həm xatəm ola əlində fərman. Həm xatəm ola əlində fərman. Yəni bənəm üç bugün Süleyman. Yəni bənəm üç. Üç nə deməkdir? Bu kitabda bu üç sözü çox işlənir, amma mən bilmirəm bu nə deməkdir. Üç düş deyil, amma bu kəlmə sizin əli yazma səhifədə, yəni 3-cü sütunun başlanışında yaxın yerdə agah ol üç bu sirri kim söylədim sana beytində görünür. Hurufiyyə ədəbiyyatda və ümumiyyətlə klassik türkcədə üç çox önəmlidir. Lüğəvi mənası üç sözü bax, indi və ya iştə mənasındadır. Bax, indi və iştə. Şair oxunucunun diqqətini önəmli bir nüqtəyə cəlb etmək istədiyində bu kəlməni işlədir. Tamam. Üç sirrini eylədim sana ərz. Həm hatəm ola əlində fərman, həm yəni bənəm üç bugün Süleyman. Musa bənəm üç əsa əlimdə, haqdən əzəli qılıc belimdə. Müşrikdən edər müvəhhidi fərq, ey vay ana kim işi ola zərq. Xəlqün əlinə bəsər itabi. Ehtimalən bu xəlq olacaq, amma ayrı bir şey də oxuna bilər. Bura su tökülübdə, o xıdı, qıdı, hər nə deyir, o gedibdir. Xəlqün əlbəttə bəsər itabi ya da əlinə bəsər itabi, basar, bəsər basmaq. Xəlqün əlinə bəsər itabi, yəni kərbisi bu üstüvayı, yəni gər biləsən bu üstüvayı. Nə üçün ki bu üstüvadədir həq, ol maliki mülki həyyü mütləq. Ol maliki mülki həyyü mütləq. Ya məliki, o maliki, məliki həyyü mütləq. Həqdən bu sırat-ı müstəqimi, bilsən ki budur haqqın nəimi. Həm cənnət hur, həm liqa durur. Rəhman ilə ərş üstüva durur. Çünki gecəsən bu üstüvadan, çünki geçəsən bu üstüvadan, azad olasın qəmu bəladan. Yüzün bu cəhətdən oldu beyza. Mən min fəzl ilahina təala. Fəzl istər isən həqiqətə bax, yar ya bar. Fəzl istər isən həqiqətə bar. Səy eylə bu işə qılma zinhar. Ya səy eylə bu işə qəlmə zinhar. Adəm təvəkkülü haqq oldu bilgil. Adəm təvəkkülü haqq oldu bilgil. Gəl məscud həqiqiyə səcdə qılğəl. Qılğıl da ola bilər. Adəm təvəkkülü haqq oldu bilgəl. Məscud həqiqiyə səcdə qılğəl. Xoş söylədi bu sözü Nəsimi. Ərzani durur ana nəimi. Ərzani durur ana nəimi. Kainat Əbülfəsl Nəsimi. Kainat Əbülfəsl Nəsimi. Min sirruhu kəlam haqq nəimi. Əl-haqq bu nəsimi ətindən küllü ufa bugün bidayətindən. Əl-haqq bu nəsimi ayətindən. Əl-haqq bu nəsimi ayətindən küllü ufa bugün bidayətindən. Bir bəhrə talıb durur nəsimi. Bir bəhrə talıb durur nəsimi. Tərk eylədi ol zər ilə simi. Əlfaz nəsimi gör nə candır. Əlfaz nəsimi gör ki
ne candır deryayı mühit dürri kan durur. Uzun şeiridir, amma çox dərin mənalı şeiridir. Kitab burada təqribən qutarır bir neçə səhifə sonra və dünən bunu oxuduq ki, Təmməti Divan-ı Nəsimi və Əbdil yazandan danışıb və yədi Əbd Zəif Məhəmməd Əmin Xaçbay Dərvişan və Alu Əli. Bu kitabda dedik ki, bir ayrı kitab da var. Ona da bir baxacaqdıq. Görək ki, onu kim yazıbdı. Bunun bəs oldu adı Divan-ı Həzrət-i Nəsimi. İkincisini oxuduq. Üstdəkinə gedə bilər yəni. İkinci əlif yazaq, bunu əvəzin üstü yazaq. B ad Divan-ı Həzrət Cəfəri. Bunun da adı burada yazıb ki, Haza Divan-ı Həzrət Cəfəri rəhmətullah əleyh və qüddəsə ruhul bari. Görək ki, burada bu adam, bu Cəfəri kimdir? Əlbəttə, bu şeirin sonunda da uzun bir qəsidə yazıb əvvəldə. 3 səhifəlik və bunun sonunda özünün də adını gətiribdir. Amma yenə də bir ayrı qəsidə yazıb, bu da 4 səhifədir. Orada da imamların adını gətiribdir və öz adını yap axirdə. Ey Cəfəri söylərsən gər qurbi mənzilət, mədh Əli və Al Əli söylə daima. İsna əşər təriqətə hər ceylə ömrünü, müzdün cəhanda istərsən ölmək həba. İstər isən ölmək həba. Tamam, qeydə xo birinci Məsnəvidən oracan ki mümkündür biraz oxuyaq. Zehi kərim و rəhim و müqim bi həmta. Zehi kərim و rəhim و müqim bi həmta. Əlim و عالم و علی خالق و یکتا. رؤوف و رزاق الخدای کریم. Kim edə vəsfini anun zəban ilə ihsa. Kəmali kənzün hərgiz uqul etmədi dərk. Kəmali künhünün hərgiz uqul etməyə dərk. Qalır ölə qəmu ara yerdə nabisina. Belə bir şeydir, nabina. Qalır ölə qəmu ara yerdə nabina. Nə zat-ı münhəsir həddinə vəsfi müstəhzər. Nə zat münhəsiri həddinə vəsfi müstəhzər. Nə qəlbi müdrik əqlu, nə ismidir inşa. Nə sirri elmün anın bəyan edər bu dil. Nə sirri elmün anın bəyan edər bu dil. Nə bəhri dərini anın qılır ədədu riya. Bu ərş و فرش و زمین و insani ziy qadiri ki iki hərf ilə qıldı bina. Ziy ya zəy, ziy aləmi ki onun elminin nəhayəti yox. Ziy aləmi ki onun elminin nəhayəti yox. Ziy fazili ki ehtimalən bu dal zinə yazılacaq, yəni varlıq, amma rez ilə əksəriyyədə görünübdür. Ziy fazili ki onun fəzlinə ələl ə'la, əliyyül ə'la. Ziy zahiri ki onun batinində məxfi haqq. Ziy batini ki ana məzhər oldu cümlə əşya.
Ziyi kamili ki ədəmdən cəhani qıldı vücud, düzətdi qudrət əli ilə tilismi səb'i səma. Ziyi rəzzaqi ki verir rizqini qovmi məhrum, qoməz məhrum. Ziyi razıqi ki verir rizqini qoməz məhrum, yaratdığına gər ölsə miyan səngi xara. Olsa həman, ölsə. Zi satiri ki göstərər edər kəza günahımızı. Zi satiri ki göstərər sitr edər. Zi satiri ki görər sitr edər günahımızı. Sitr etmək yəni örtmək. Gəlib bizdən əgər 100,000 zənb-i xəta, gəlibdir burada əlbəttə. Gəlib yəni bizdən çıxıbdır. Gəlib bizdən əgər 100,000 zənb-i xəta. Zi maliki ki bədəndə onun qəmu mələk. Bu da yədində olacaqdır. Zi maliki ki yədində onun qəmu mələkut və dəhi mələklər eydər bir licinə həmdü səna. Zi vacibül vücudi ki misli yoxdur onun nə var cudinə ol anun nə xud əxra. Zehi muzil ki qılubdur kimini şöylə zəlil, zehi əziz ki kiminə izzət etdi əta. Zehi mə'ni ilə inayətlərinə yox edad. Zehi kərimi ki olməz kəramətinə nəha. Nəhayət sözünün xülasəsidir. Zehi muqim ki dəgüldür məqam ana isbat və leyk cümle zerrat zatidir mava ma'va. احتمالا معواه ola معواه. Zehi azim ki dünya yedinde zerre misal. Zehi azim ki dünya yedinde zerre misal. Zehi hakim ki hikmete rام dünya ما فیها. Zehi mücib ki eyler icabet da'avat. Niyazmendanın küllü müminü tersa. Zehi yarati yok zat bi nihayeti kim. Zehi bedayeti yok. Bedayet yani evveli. Zehi bedayeti yok zat bi nihayet kim. Olur bu mürekkep akli ol sulukide agyab. Zehi serveriler ki salatinler ana bendi hak. Zehi serveriler ki salatinler ana bende gamu. Zehi gani ki anundur dercehinde cümle geda. Zehi serveriler ki salatinler ana bende gamu hamısı. Zehi gani ki onun dercehinde cümle ceda. Cehi celal sıfatın yüzüne bürge eder. Cehi buradan zehi deyirdin doldu birden cehi. Elə də yazıb ki eyni zehi kimi. Cehi celal sıfatın yüzüne bürge eder. Cehi cemal salar bu cehane nur ziya. Cehi qəmər diyu bir şəmə nurinə verər ad. Cehi qəmər diyu bir şəmə nurinə verir ad. Cehi qılır bənə bir zərrəş səni şəmsi, bir zərrəsini şəmsi zuha. Cehi verirdi kövkəb seyr 12 burc. Cehi verirdi
Kökəb seyr 12 borc Gəhi cahan qılır biri Gah edir vərna Ya edirü rəna belə vərna olacaq. Gəhi bu cümlə əşcar xızrvəş ya yaşıl. Burada hezrvəş yazıbdır. Gəhi bu cümləyi əşcar hezrvəş döndürür. Gəhi düşər bu zəmin üzrə ərşi xəzra. Gəhi verir hücre-i la'l qiyməti diyu nam. Gəhi qılır bu ovc topraq ismini kimya. Zəban hal ilə əşya qılır ana təsbih. Gəl imdi can qulağı acaq istəqıl əsmina. Belə bir şey yazıbda oxuya bilmirəm. Gəl imdi can qulağını acaq isə qıl əsnima. Satla yazır. Bilmirəm nə deməkdir. Qurandan ayə olacaqdır. Ehtimalən ucu bir şeydir. Əgər olur isə mürəkkəb bihar qələm əşcar anın yazmaya bir nöqteyi əl-elmini tənha. Bu od و su و yel و topraq kim eylədi cəm murad qılmaqdi yəni məzhər səri əsma. Murad qılmaqdi yəni məzhər sirri əsma. Kəmal zatini hər zərrədə müşahidə qıldə gülsə gər əzəlidən bu gözlərin əma. Götürsə burqəyi bir kəz ol cəmalindən həzar can و dili qılə cəzyə-i səma şənəva. Həzar can و dili qıla cəzbəsi şənəva. Zəhi ilah ki yaradır nuri Adəm edər. Zəhi ilah ki yaradır nuri Adəm edər. Əmir ərş qılır padişah و ədna. Verər həm ismini Əhməd dönər Həbib edər. Verər həm ismini Əhməd dönər Həbib edər. Qılır məqdəm nasu vali hər dö səra. Bu kainatı anın nuru ilə eylədi xəlq. Güruh-i naciyə həm dində qıldı rəhnuma. Nübüvvətin günəşidir vilayətin mahı. İki cahanda ölüdür ol padişahı ləva. Həm ol səbəbdən ani əşrəfü rüsul qıldı ki cümlə mürsəl ilə gəlmiş durur ixfa. Yaratdı eşqə anın bu cümlə məxluqi. Yaratdı eşqinə anın bu cümlə məxluqi. Gətirdi kitmi ədəmdən vücudə xoş ziba. Cün mücüzat ilə qıldı küfr evin xarab. Önündə lacərəm imanə gəldi çox tərsa. Şəriət oldu təriqət şüar و bişarəti. Şəriət oldu təriqət şüar و bişarəti. Həqiqəti haqq ana çün kim eylədi məva. Mübinat-ı kəmali anın kəlam-ı məcid. Mübəyyinat da oxumaq olar amma mübinat mən oxudum. Mübinat-ı kəmali anın
کلام مجید سر اوقات جمالی هم اولدی نور خدا به حق احمد و آل و اولادی. Asiye bəşər, bilmirəm nə olacaq bu, nə oxunar. Ve hakkı Ahmed و آل اولاد و اولاد اسی بشر به حق آن همه مؤمنین اهل رضا اله جعفریی در جهندن eyleme dur. Kim o ol gulami nebidir abd آل ابا. پناه کime گetirim çün ey خداوندم. پناه kime getirim çün ey خداوندم. Cahanda cümleye sensin mülazım həmməlca. Gedək bu kitabın fərqini gördük. Fikir edirəm ki, Nəsiminin şeirinin ahəngi və mənası ilə Cəfəri Həzrətlərinin şeirinin ahəngini və mənasının fərqini, dərinliğini gördük. Yəni bunların arasında nə qədər dərinlik var. Hər ikisi irfanidir, amma farslar deyim ki, an koca və in koca. Vaqəən məsələn Nəsiminin şeirləri ahəng olaraq, ritm olaraq, musiqi olaraq başaran, mən başarmıram, mən xarablayıram şeirləri. Amma bunu biri oxusa vaqəən bununla o bir-birinin əslən şey deyirlər. Yəni bir yerə qoymaq olmaz. Bir məclisdə otursa, o məclisin başında oturmalıdır, o məclisin aşağısında oturmalıdır. Ya məclisin əla yerində Nəsiminin şeiri olmalıdır, aşağısında da, bir quşəsində də bu olmalıdır. Yəni o birisi şairlərin içində. Amma bu başda olmalıdır. Yəni bu sultandır, Nəsimi sultan şeiridir, Nəsiminin şeiri sultan şeiridir. Bu məsələn ola bilər vəzir ya qul dərbarı, sultanın dərbanında qul ola bilər. Gedək, hər 20 səhifədən bir dənə şeir oxumağa çalışacağım, kiçik olsalar. Burada indi nesədə başladıq bunu, deyək, qeysaq dalıya. Cəfəridən nə qədər getmişik? Aha, beləsi gedirəm qabağa mən. Tamam, bu Cəfəri 100-ci deyək, 120-yə gedək, tamam. 120-də bir şeir var burada, onu oxuyaq. Müstəfa kim cahan sərvəridir, canu tən bilə kim ana heydərdir. Nur vahiddir, nəbiyyü vəli, bu hədis-i şəfi məhşərdir. Ərş و فرش و زمین و مکان cümlə bu nur ilə münəvvərdir. Əsədullah ol ibn əmm rəsul, saqi ab havzi Kövsərdir. Müstəfa çünki elmə şəhr oldu, bilinə ol şəhrə mürtəza dərdir. Möcüzat nəbi vilayət şah, qüvvəti ilə cəhanə müsəxxərdir. Ol bəşir و nəzir bu şir xuda, ol bəşir و nəzir bu şir xuda, bu qəmərdir, ol şəms xavərdir. Şah Həsən و Hüseynidir nur bəsər, biri şir و biri şəbir و birisi şirdir. روی زین العابد قبله جان، روی زین العابد قبله جان، dur ki haqqı surətinə məzhərdir. Bilməyən Baqirün həqiqətini, Cəfərün məzhəbində əbtərdir. Musi Kazım ol Kərəm Asi ya ismi. Musi Kazım o Kərəm ismi padişahıdır ki İbn Cəfərdir. Kimi ki bildi Rızanın əsrarın, sirri tevhid ana müyəssərdir.
ol Muhammed taqi Ali naqi mümin müminat rehberdir askerinin macididir macidir mücidir ölekim askerinin mühibbidir ölekim sidq ile ümmeti peygamberdir Mehdi sahibi zaman bugün biline halq cehane mehterdir Gulleri rastında gulleri arasında ol şahın Cəfəri bir kəminə kəmtərdir. Gedək 140-cı səhifədən. Burada da bir şeir yenə Cəfəridən yazılıbdır, amma uzun olduğu üçün onu 2 səfərlik bir şeirdir. Onu keçək, bu birisi nə qəddir? Bu birisini oxuyaq. Yəni bir dənəsi var, yaz ki çəkim. Mənim ki can و dildən heydəriyəm. Mənəm ki can و dildən heydəriyəm. Həbib و Zülcəlalün çakəriyəm. Dülcəlal yazıbdır. Mən bunu zül oxuyacağım qətən də. Mənəm ki can و dildən heydəriyəm. Həbib Zülcəlalün çakəriyəm.Ğulam خاندان احمدم هم علینün qəmirinin qəmbərinin qəmbəriyəm Əlinin qəmbərinin qəmbəriyəm Qəmbər Həzrəti Əlinin nökəriymiş, yəni o adammış ki Həzrəti Əliyə işlirmiş, onun alverin elirmiş, aparıb gətirirmiş, işlərin görürmüş. Biraz tarixdə oxuyanda görürük ki, bəzi şeyləri bizə yalan deyiblər. Həzrət Əlinin aldığı bir nökər varmış. Yəni gedib bazardan bir pul veribdi, bir dənə adamı alıb gətiribdi. O adama çörək zat verir, yeyir, içir. O adam da bunun işlərini görür. Hər halda o çox məşhur bir adamdır. Qəmbər deyir, mən Qəmbərin nökəriyəm hətta. Qulam-ı xanidan Əhmədəm həm Əlinin qəmbərinin qəmbəriyəm. Həsən şəhrinə məskən oldu göglüm, Hüseynün həm kəminə kəmtəriyəm. Həqiqət əbdiyəm Zeynül Abidin, Zeynül İbadün, həqiqət əbdiyəm Zeynül İbadün, Məhəmməd Bakırın xaki dəriyəm. Münezzeh məşrəbdən hər cüruhun məvali məzhəbəm haqqi Cəfəriyəm məvali məzhəbəm haqqi Cəfəriyəm be haqqi Kazım ol Sultan Rızanın mühibbiyəm ədusundan bəriyəm تقی تاجم نگی در نور عینم فدای خاک پای عسکریم محمد مهدی صاحب زمانın mütiəm əmrinə fərman bəriyəm təxəllüs Cəfəri qıldım anın üçün xaricilər gözünün xəncəriyəm. Bu da belə görünür ki, əksər şeirləri Əimə-i Məsumin dediklərimiz şəxsiyyətlərin haqqındadır. 160-cı səhifəyə gedək, görək ki, burada nə var? Burada uzun şeiri var, amma yenə də elə gedir imamlara görə şeir deyibdir. Bir dənə 62-ci səhifədə demək olur, 162-ci səhifədə bir دربیان مولود حضرت امیر المؤمنین علی ابن ابی طالب bir şey yazıb. Fazl Bismillahirrahmanirrahim oldu miftahi kelamun ey hakim ol kimanın validu mevludi yox ondan özgə kimsənin məbudi yox birdir ol bil mislu manandu velad birdir ol bil mislu manandu lad vəsf zat paki Allahu Səməd vələd olacaqdır. Birdir o bi mislu manand vələd
vəsf zat paki Allahu Səməd qıldı bizi tən dönüb can eylədi. Qıldı bizi tən dönüb can eylədi. Canə xilət, elm و irfan eylədi. Həm bizə göstərdi ol rah-i nəcat. Arədə qoymadı, arədə qoymadı hərgiz müşkilat. Rəhnəma verdi bizə ol Mustafa, hadi din şafi'i ruzi cəza. Müqtədamızdür əmir-el-müminin, ol vəsi nəfsi xeyrül-mürsəlin. Mən deyirəm, bu kiçik şeirdir, amma çox uzun bir şeirmiş. Biraz oxuyaq hər halda. Bəd ol 11 imam-ı rəhnəma, verdi ol bari bizim üçün پیشوا. گر dilərsən ki ola işin təmiz, gəl biri aç can qulağın ey əziz. Gəl bəri aç can qulağın ey əziz. Ger dilərsən kim ola işin təmiz, gəl bəri aç can qulağın ey əziz. Dinlə gəl Mevlud Heydərdən xəbər, ta görəsən qudreti haqdan əsər. Bir rivayət oldu Cabirdən əyan. Cabir adında bir adam bir rivayət deyibdi. Böyle buyurdu ki ey can ol zaman, ol Habibullah Resulü Zülcelal Hazretinden eyledim bir gün sual. Kim bana Mevlud Heydərdən xəbər verdiyi ey şahidin xeyrül bəşər. Dedi benden sonra ol misli Məsih, necə tuğdi eyləməm sana sərih. Necə doğdu onu sənə sərih deməm. Necə tuğdi dəstəri teynər. Necə tuğdu eyləməm sana sərih. Adəmi xakidən o gedündür əyar. Adəmi xakidən öndəndir əyar. Ondan həman. Fikir eləm. Ökdək yazıbdı, öndən olacaqdı. Adəmi xakidən öndəndir əyar. Yıl ədəddə müddəti 500,000. Yıl ədəddə müddəti 500,000. Bil o gördüydən yaratdı bir nur. Bil o gördüydən, nə deməkdir bu gördüydən? Yaratdı bir nur. Ol Kerim o, ol Rəhim o, ol Qəfur. Ol benim nurimdi həm nuri Ali. Həm mənim nurimdi həm nuri Ali. İkisini qatdı bir-birinə. Ondan oldu hər biri, hər bütiyo, həm nəbiyo, həm vəli. Ondan oldu həm nəbiyo, həm hər vəli. Bir də oxusam. Ol benim nurimdi həm nuri Ali. Ondan oldu hər nəbiyyü, hər vəli. Gecə gündüz zikr و təsbih xuda olmuş idi verdimiz dir daima. Adəmə xələt cəva çu ایزد qıldı xaç. Adəmə xələt çu ایزد qıldı xaç. Nurimiz oldu çün cay ol sülb-i pak. Paklər sülbündən ey yar əziz, birimiz olurdu ərham təmiz. Yerimiz olurdu ərham təmiz. Təmiz rəhimlərdə doğulurduq, gəlirdik yəni. Ta ki əndər sülb-i Abdülmüttəlib oldu ol nuri müqəddəs münqəlib. Oldu ondan sonra ol nuri ey vəli. İki şək biri bənəm, biri Əli. Oldu Abdullah'a birisi nəsib. Ol ki isminə demişdir Haq Habib. Həm biri onun Əbu Talibdir cay. Eylədi eymə-münü xocəsti ray. Oldu Abdullah'dan ol nur imanə. Hatunun rəhminə
kaldır möminə ki oldur möminə ki oldur möminə. Yəni o xanım mömin xanımdır. Yəni Aminə xanım mömin xanımdır. Çün 9 ay geçdi ben oldum ayan. Oldum oğlud ile roşen bu cahan. Hem bu talibden Ali Nuri Ahad. Fatıma bindi Esad'da oldu rad. Ondan o getdik kim bu talibden Ali. Ondan kim bu talibden Ali, anası rəhminə düşə ol vəli. Tamam, devamı var, çox da uzundur. Dediyim kimi bu 12 imamçı bir şəxsiyyətdir. Tamam şeirlərin Həzrəti Peyğəmbər və onun yaxınlarına deyibdir. Yaxın deyəndə yəni dədə, nənə, bu cürsü tərəflərə və Həzrəti Fatimənin tərəflərinə. Yoxsa Əbu Bəkr, Ömər, Üsman bunlar da yaxındılar. Və hətta 2 ayrı qızı var ki, ikisini verib fikirəm Həzrət Osmana ya Həzrət Əbu Bəkrə bunların birini veribdi. Yadımda deyil hangisini veribdi. Əlbəttə soruşa bildik. Yəni burada bir şey var. Yaddaş kitabı kimi bir şey vardı. Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin 2 qızın hangi xəlifənin xanımları idi? Yəni elədi deyəcəkdim, amma Osman-ı Əffanın xanımları idi. Tamam. Adları nə idi? Adlarını da burada oxuyaq. Şey oldu. Həzrəti Rüqeyyə ki, İmam Hüseyin də qızının adını Rüqeyyə qoyubdu deyirlər. Və Həzrət Ümmü Gülsüm. Yenə də Həzrəti Ümmü Gülsüm də Peyğəmbərin bir qızıdır. İkisi də birinci qızı, yəni ehtimalən Rüqeyyə xanım vəfat etdikdən sonra Həzrət Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm o biri qızı, yəni Ümmü Gülsümü də Həzrət Osmanın əqdinə verdi. Çox önəmli bir sözdür. Onları amma görmür. Yəni bu kitab Şiədir də, Şiə hər halda bir gözlə baxır, təəssüb gözü ilə. O da şeydir. Qəzai nübüvvətün. Belə bir şey burada bir şeir yazıbdır. Dərbəyan qaib şudəni Muhammed Məhdi aleyhisselam. Görürsünüz ki, tamamen şeirləri hamısı Ali Əhl-i Beyt dediyimiz şeydir. Cəfəri haqda bunu yazıb. Amma bunun sonu, yəni biz dünənləri bunun sonunda oxumadıq ki, bu nədir? Bu kitabı kim yazıbdır və hangi zamanda yazıbdır? Əlbəttə soruşarıq. Təmmətü divanı Həzrəti Nəsimi və Həzrəti Cəfəri Qəddəsallah əsrarəhümadır. Yədi, dəryədi, hak payi, al-u oğlad Həzrəti Rəsul Muhammed Mustafa və Ali Seyyid Ali. Seyyid Muhammed Əmin dərə bi təriqil xəlvəti fi yevmil isneyn. Tamam. Bu ikinci kitabı yazan, yəni Cəfərini yazan, bu da çox önəmli bir konudur. Nusxəçi deyək. Nusxəçi kimdir? Mustafa və Ali Seyyid Muhammed Əmin dərə. Seyyid Muhammed Əmini dərə bi təriqil xəlvəti. Bunu yazaq, bu bizim şeyimizdə çox köməklik edir. Əl-xəlvətidir, amma həlvəti yazıb. Ha bax, tarixi nüsxə Cəmadül Axər 14 14'dir. Şəhri Cəmadül Axər səneyi 1227 Hicri qəməri. Üstəki tarix ki qoymuşduq, aynı elə o tarixdə bu da yazılıbdır.
Tarixi hesablanmamış neçə il bundan qabaq yazılıbdır. İndi 1447-ci ildir. Yox, əgər bundan çıxsaq 1227-ni 220 il bundan öncə bu kitab yazılıbdır. 220 il öncə yazılmış. Tamam. İndi bu adam kimdir? Yəni bunu tapdıq ki, bu adam bu hər iki kitabı bu öz əli ilə yazıbdı. Əvvəldən də axıra biz bunu gördük ki, bu adam öz əli ilə yazıbdı. Həm də şiədir bu adam. O şiəliğini də gördük. Burada da axirdə bir səhifə var. Bu səhifə, bir dənə də səhifə cırılıbdır. Bu birisi tərəfdə bir səhifə cildə yapışmışmış, çəkiblər, cırıblar, ora-burası üstündə də yazı yazılmışmış. O da gedibdi. Amma bu səhifə ki, burada vardı, görürük əlan burada. Bu səhifənin çarçöbəsi var. Üstdən də yazılıb ta aşağıya, yarıdan da aşağıyacan vəssalamı da əleyhissalamı da görürəm aşağıda. 900-ü də görürəm aşağıda. Yəni orada bir 9 da görürəm ortada. Amma bunun üstünü siliblər ki, oxunmasın. Bəli, əgər bunu məsələn biraz xətt oxuyan ola bilsə, bunu rahatca oxuya bilər ki, burada nə yazmışdı. Amma mən oxuya bilmərəm, çünki həm mənim türkçəm zəifdir, həm də bu xəttləri burada görə bilmirəm. Bəlkə əsl kitabda adam bunu daha yaxşı görər, biraz nurla oynadar, işığın o üzbüz elər, aşağı, yuxarı tərpədər. Yavaş-yavaş bunu baxar, bir şey görər. Hətta mümkündür səfənin arxasından belə bir əks, nə deyərlər, polislər eləyirlər, belə şey çəkilir, oradan da bir şeylər ələ çıxartmaq olur, oxumaq olar hər halda. Məsələn, burada 12 beyt oxuya bilirəm. 12b beyt. Məsələn, o oxunmur da, qalanını oxuya bilmirəm. Hər halda burada bir şey yazmışmışlar. Amma gedək görək ki, bu Seyyid Məhəmməd Əmin dədə kimdir? Mənim əlimdə bir əl yazma türkçə kitab var ki, bir nəssah onu 1227 Hicriyə qəməridə yazmışdır. Bu kitabın adı, indi qeydək burada bu kitabın əsl adına baxaq. Əcəba mən bunu tapa biləcəm ki, aparam oraya, yox. Bu kitabın əsl adı, qeydək buradan baxaq, görək ki, bunun əsl adı nə idi? Heç də əsl qoymayıbdır. Bu kitab adı silah. Bu kitabın içində 2 divan yer alıbdır. Birinci divan Həzrəti İmadıddin Nəsimi'nin adında və ikinci divan isə Həzrəti Məhəmməd Əmin ikinci divan isə Həzrəti Cəfəri divanı Həzrəti Cəfəri adın daşır. Bu nüsxənin
yazarının adı Məhəmməd Əmin. Seyyidin də yazaq. Seyyid Məhəmməd Əmin Dərə. Dərə görünür. Sizin bu kitap haqda Divan-ı Cəfəri haqda, yaşamları haqda məlumatınız var mı? Ya da toplayabilir misiniz? Əlavə etməliyəm ki, Divan-ı Həzrəti Cəfəri Həzrəti Rəsul və Şiə imamları və Həzrəti Rəsulun kəndisi, ana, atası, babaları və qızı Fatimə xatun və Əli Mürtəza və onların balaları ya da Şiə imamları haqdadır. Tamam, bu qədər görər. Mən fikirlərim ki, bu qədər yetər. Mən bunu buradan kopya eləyim. Bu şeydə də qoyum, görün bu haqda bir məlumat verə bilir ya yox. ChatGPT. Və beləliklə bu kitabı qutaraq. Yəni bir ayrı kitaba getməyə inanmıram ki, fürsətimiz olsun. Çünki 2 saatı yetirmişik əslində. Görək ki, ChatGPT nə deyir? ChatGPT deyir ki, əlyazmanın ümumi mahiyyəti. Tarix 1227 Hicri qəməridə 1812-də Katib Seyyid Məhəmməd Əmin İmadıddin Nəsimi Divanı, Divan-ı Həzrəti Cəfəri. Bu yəni bu kitab təlif deyil, məcmuə, cüngüdür. Yəni bir nəssaq müxtəlif şairləri bir yerə toplayıb. Seyyid Məhəmməd Əmin kimdir? Bu ad çox yayğındır. Məşhur, müşəxəs bir müəllifə işarə etmir. Ehtimal katib nasixdir, müəllif deyil. Yəni o kitabı yazan köçürəndir. Şeirlər başqa şairlərə aiddir. Nəsimi Divanı məsələsi. Hurufi təsəvvüf şairi, divan, ilahi eşq, huruf, əlif, lam, mim və sin və filan. Sizin əvvəl yazdığınız şeir, fi və zad və lam, bu Nəsimi üslubuna çox yaxındır. Amma dəqiq Nəsimi mətnləri ilə üst-üstə düşmür. Divan-ı Həzrəti Cəfəri məsələsi. İndi əsl mühüm nöqtə. Həzrəti Cəfər kimdir? Bu ad çox ehtimal işarə edir Cəfər-i Sadiqə. Yox, bu deyil. Bunu bağlayaq. Bu əslən getdi bir ayrı yerə. Cəfər-i Sadiq 1227-də yaşamır. Yəni bu o. Gələk bu birisi görək nə yazdı. Bu şey eləyibdi.
Tamam. Bu son sualımızın cevabı buradan başlar. İnanılmaz bir tapıntıdır. Sizin elinizde olan bu əlyazma nüsxə həm hurufiyyə ədəbiyyatı, həm də Ələvi, Bəktaşi və Şiə məarifinin tədqiqi baxımından dəyərsiz bir xəzinədir. 1227-ci Hicri qəməli ilində təxminən 215 il öncə köçürülməsi bu əsərin o dövrün mühitində nə qədər önəmli olduğunu göstərir. Doğrudur. Yazar, şairlər və köklü nüsxə haqqında əldə olan elmi məlumatları sizin üçün topladım. Seyyid Məhəmməd Əmin katib və ya müəllif. Seyyid Məhəmməd Əmin ehtimalən o dövrün tanınmış bir nəssaxi və ya arifi olub. Dərə kəlməsi onun nisəbəsi beləsi yazıb, nisəbəsi ola bilir. Nisbəti hara yer? Məsələn, dərəli və ya müəyyən bir məntəqəyə aid. Nəsimi divanı ilə Cəfəri divanının bir yerdə köçürülməsi göstərir ki, bu şəxs irfani və əhli beyt mühəbbəti ilə dolu bir məktəbin mənsubu idi. Divan Həzrəti Cəfəri və şairin kimliyi. Cəfəri təxəllüsü ilə yazan şair haqqında klasik təzkirələrdə və əlyazma kataloqlarında iki əsas ehtimal var. Əlif. Seyyid Cəfər Məhəmməd ibn Əmiril Əl-Hac Cəfəri. O, öz dövrünün böyük ariflərindən biri idi və əsərlərində Əhl-i Beyt əleyhissalamın mədhilərinə gözyaşlı və dərin sevgi ilə yer verirdi. Sizin qeyd etdiyiniz Rəsulullah, Fatimə Xatun, Əli Mürtəza və imamlar haqqındakı mənzumələr kamilən onun üslubuna uyğundur. Şah İsmail Xətai məktəbi. Bəzən Cəfəri təxəllüsü İmam Cəfər Sadiq əleyhissalam məzhəbinə və onun evladına mənsubluğu bildirmək üçün götürülən bir təriqət adı olur. Bu şairlər adətən mənaqibnamə formasında şeirlər yazardılar. Nəsimi və Cəfəri divanının birlikdə gəlməsi. Bu nüsxənin ən maraqlı cəhəti budur ki, İmadeddin Nəsimi hurufiyyənin böyük piri kimi kainatın sırrını və ənəlhəq fikrini izah edir. Həzrəti Cəfəri isə daha çox bu həqiqətin kökünü Məhəmməd Nuri Məhəmmədi və vilayət Əli mənzum şəkildə bəyan edir. Bunların bir yerdə olması nüsxənin bir cünc və ya özəl bir təriqət kululati, bilmirəm nə deməkdir, kululati olduğunu sübut edir. Mətnin məzmunu haqda dəyərləndirmə. Sizin qeyd etdiyiniz kimi, divanda Peyğəmbərin sallallahu aleyhi və səlləm, ata-anası və babaları, Mütəllib, Haşim və filan, haqqında məlumatların gəlməsi, şairin Nuri Məhəmmədi fəlsəfəsinə malik olduğunu göstərir. Yəni, o, məsumların habelə dünyaya gəlmədən öncə bir nur olaraq nəslidən nəslə keçməsini təsvir edir. Necə daha çox məlumat tapmaq olar? Bu nüsxə elmi baxımdan çox önəmlidir. Sizə önərilərim bunlardır. Sərluhə və xatmə. Nüsxənin ilk və son səhifələrinə diqqət edin. Adətən orada katib öz adını haralı olduğunu və bu kitabın kimin üçün yazdığını qeyd edər. Nəsimi nüsxəsi ilə qarşılaşdırıb, əgər Nəsimi divanının içində başqa nüsxələrdə olmayan şeirlər varsa, bu Azərbaycan ədəbiyyatı üçün böyük bir kəşf sayıla bilir. Divan-ı Cəfərinin başlanğıcı. Əgər bu divanın ilk neçə beytini mənə yazarsanız, mən bir beynül xəlq əlyazma bazarlarında, məsələn Türkiyə, Süleymaniyyə və İran Milli Kitabxanası bu şairin başqa nüsxələri varmı, yoxmu sizin üçün araşdıraram. Sizin kimi bir mütəxəssis əlində olan bu əsər böyük ehtimalla hurufiyyə və şiə irfanının qovuşduğu bir
nüqtənin məhsuludur. Tamam. Buradan o yüzden getir tərifə ki, onlar bizim dərdimizə dəyməz. Amma biz bir iş görək. Əvəzin ki, bundan bir şeir yazaq, bir əks verək. Nəsimi 103-ə gedək. Tamam. Burada da bunu görürük. Biraz kiçildək ki, səhvə yerləşsin və bundan bir əks salaq. Deyək ki, tapa bilir ya yox da, onu tapa bilsə çox yaxşı olar bizim üçün. Bunu edit eləyək ki, eləyə bilsin, oxusun. Gələk görək ki, buradan bunu upload elədikcə də mən bir cümlə yazım ki, mən Həzrəti Cəfərinin divanının bir və ikinci səhifəsindən bir shot screen edib sizə göndərdim. Görək nə dedi burada? Bu şəkil nüsxənin oxunuşu və tanıtımı üçün üst-üstə düşən ən önəmli sənəddir. Önəmli olacaq, önəmli sənəddir. Şəkildəki qızıl və lacivərd rəngi, sərluhə və gözəl müzəhhəb kadr bu nüsxənin sadə bir köçürmə deyil, bəlkə böyük bir şəxsiyyət və ya mötəbər bir kitabxana üçün hətta sultani səciyyədə hazırlandığı göstərir. Allah Allah. Hətta sultani səciyyədə hazırlandığı göstərilir. Mətn üzərindəki araşdırmanın nəticələrini təqdim edirəm. Unvanın oxunuşu sərluhə. Sağ səhifədə qırmızı mürəkkəblə yazılan başlıq belədir. Haza divanı Həzrəti Cəfəri rəhmətullah aleyh və qüddəsirruhul bari. Bu ibarət göstərir ki, Cəfəri bu nüsxə çevirən zaman artıq vəfat etmişdi və ona qüddəsirruh sırrı müqəddəs olsun deyilməsi onun bir arif, pir və ya şeyx olduğuna dəlalət edir. Şairin kimliyi haqqında yeni tapıntılar. Şeirin dili və uslubu, məsələn, Zehi söylədi, bizə qıldı, 16-cı, 17-ci əsr türkcəsi ilə oxşarlıq göstərir. İndi bunu gərək ki, təzəşdaq yazaq ki, lütfən tarixləri hicri yaz. Sizin əlinizdəki bu nüsxə 1227 hicri qəməri ilində köçürülmüşdür ki, bu tarix Qacar dövrünün böyük elmi və ədəbi canlanma dövrünə təsadüf edir. Bu nüsxənin sərluhəsindəki təsvir və lacivərdi rəngidə öz dövrünün 13-cü hicri əsrin əvvəlləri sənət uslubunu çox gözəl üzrə çıxadır. Üstə nə yazmışdı bunu? Üstə yazmışdı ki, Cəfəri ehtimalən Cəfəri ibn Əbi İshaq Kəşfi və ya onun məktəbindən olan bir şairdir ki, bir də oxuyaq bunu. Şeirin dili və uslubu, məsələn, Zehi söylədi, bildi filan, 1227-ci il deyək da, türkcəsi ilə oxşarlıq göstərir. Bu Cəfəri ehtimalən Cəfər ibn
Əbi İshaq Kəşfi və ya onun məktəbindən olan bir şairdir ki, əsərlərində həm irfani vəhdət vücud, həm də İmam Əli əleyhissalam və Əhl-i Beyt məhəbbəti əsas yer tutur. Bu səhifədəki şeir bir tövhiddir və Allahın sifətlərini izah edir. Mətnin bir neçə beytinin oxunuşu. Tamam, ötürək buranı. Buradakı kəmal-i kining, sənin kəmalın. Kining burada haradaydı? Zehi kərim və rəhim bihəmta. Burada belə bir şey yazıbdır. Bu hardan gəltirdi bunu? Zehi kərim və rəhim muqim bihəmta. Bunu götürüb bir ayrı bir şey yazıb. Yazıb ki mufhim. Alim və alim və cəndə burada bir şeyi təkrar eləyibdir. Alim və alim və əlini eləyib alim cənə əli xaliq və yekta. Tamam, bunları ötürək. Kəmalinin hərgiz uğula etməz dərc. Burada kəmalini də eləyibdir. Kəmal-i künhünün hərgiz. O künhünü yaza bilməyibdir, oxuya bilməyibdir. O cür yazıbdır. Fənni özəl işlər, xət. Çox təmiz və oxunaqlı bir nəsx təliq şivəsi ilə yazılıb. Tarix 1227 Hicri qəməri tarixi ilə bu təzhib qızıllama uyğundur. O dövrdə Qacar dövrünün əvvəlləri bu cür müzəhhəb nüsxələr Təbriz, İsfahan və Qəzvin məktəblərində çox məşhur idi. Səhifə nömrəsi sağ üst kücündə 102 ədədi görünür. Bu onu göstərir ki, siz dediyiniz kimi Nəsimi divanının ardınca gələn ikinci böyük hissədir. Elmi dəyərləndirmə. Bu nüsxə Divan-ı Cəfəri adında müstəqil bir əsərin olduğunu sübut edən nadir qaynaqlardan biri ola bilir. Xüsusən Nəsimi ilə yan-yana gəlməsi Hurufi Şiə ədəbiyyatının 18-19-cu əsrlərdəki davamını araşdırmaq üçün böyük əhəmiyyətə malikdir. Tamam, gedək bu birisində görək nə yazmışdı. Sizin əlinizdəki bu nüsxə 1227 Hicri qəməri ilində çökülmüşdür ki, bu tarix Qacar dövrünün böyük elmi və ədəbi canlanma dövrünə təsadüf edir. Bu nüsxənin sərlohəsindəki təshib əlacəvərd rəngi də öz dövrünün 13-cü Hicri əsrin əvvəlləri sənət üslubunun çox gözəl üzə çıxardır. Şəkildəki 102-ci səhifə nömrəsi göstərir ki, bu nüsxə Hicri 13-cü əsrdə tərtib olunmuş böyük bir məcmuədir. İstəyirsiniz siz bu 100, tamam bir şey burada da izafə eləmədi ki, nə var, nə yox. Yəni, fəqət burada bir ad verdi, dedi, ola bilər ki, bu Cəfəri dedikləri şəxs, haradaydı bu? Cəfər ibn Əbi İshaq Kəşfi olsun. Bunu da mən burada yazım. Şairin adını yazaq burada. Şair əlamət-i sualına yazaq əlbəttə ki, yəni bu ola bilər, bu olmasın. Cəfər ibn Əbi İshaq Kəşfi. Əlamət-i sualına 2-3 dənə özdə qoyaq. Burada ki, yəni bu ola bilər, şair olsun, ola bilər də olmasın. Mən dünən və bugün bu kitabı oxumaqdan çox ləzzət apardım. Allaha şükür olsun ki, bu ləzzəti və bu kitabı qismət elədi ki, mən bu kitabla tanış olam. Əziz və hörmətli dostlarımız ki, türk dilinə, türk tarixinə, türk ədəbiyyatına, türk mədəniyyətlərinə, türk uyğarlıqlarına əlaqəniz var. Belə bir kitablar bizə lazımdır oxumaq. Bunların içi doludur nəzəriyyələrlə, təəssüflə biz bu nəzəriyyələri oxumamışıq və arxasını tutmamışıq. Ya da tutsaq da xəbərim yoxdur. Yəni xəbərimiz yoxdur. Mənim necə ki, neçə il bundan, 1 il bundan qabaqacan, 2 il bundan qabaqacan xəbərim yoxdur ki, türk dünyasında bu qədər kitab yazılıbdır. İndi xəbərim yoxdur ki, bu nəzəriyyələrin üstündə işləyiblər ya işləməyiblər. Bilmirəm. Qoymayıblar bilaq. Onun üçün hələlik bu günlük bu qədər yetər. Allah əgər iradə edərsə, vaxt verirsə, eşq və əlaqə verirsə, bir ayrı gün